Bismillahirrahmanirrahim. Sure-i Yasinin tərcüman-ı azərisi ki, dostlar ki, qəblən 3 qismətdə bunu tərcümə eləmişdik və ərz xidmət üzə eləmişdik. Bu, dostlar təmas tutdular ki, bu 3 qisməti bir qismətdə təqdimi huzur ola. Sure-i Yasin bir yazan ki, bəray əhlə qubur lazımdır, bəray zindəqan ki, bu surənin içində tohid, nübüvvət, məad, ədl və imamət bəyan olub. Onun üçün Sure-i Yasinə qəlb-i Qur'an deyilibdir. Sure-i Yasin Beysət ilində nazil olub, 83 ayət, 729 kələmə. Bismillahirrahmanirrahim. Yasin vəl Qur'anil həkim innəkə ləminəl mursəlin. Yasin, and olsun hikmətli Qur'ana ki, sən Allahın Rəsulindənsən, düz yoldasan. Qur'an qudrətli və rəhmədən Allahın tərəfindən nazil olubdur. Ta o qovmi qorxudasan ki, onların ata-babalarından ixtar edən gəlməyib və onlar qafil və bixəbərdilər. Əlbəttə, əzab vədəsi onların çoxuna çünki iman gətirmədilər müqərrər oldu. Biz kafirlərin boyunlarına, çanalarına kimi zəncir salarıq ki, qadir olmayalar başların yuxarı qalxızalar. Və onların qabaqlarında və dallarında manə qərar verərik və gözlərini örtərik ki, tabir yeri görə bilməsinlər. Əgər onları əzabidən qorxudasan ya qorxutmayasan, onlara bir təfavüddürər, hər halda iman gətirən deyirlər. Əlbəttə, sən fəqət o kəsi ki, Allahın əzabindən qorxuda bilərsən ki, Qur'anla təbəyyət edir və gizlində ürəkdə bağışlayan Allah-u Teala'dan qorxur. Pəs sən onu bağışlanmağa və böyük əcrə yetişməyə bəşarət verkinən. Bizik ki, ölüləri dirildərik ki, onların qabaqca göndərdəcəyi əməllərin və baqiya salihat, asarlərin tamamən səbt və zəbt elərik. Biz hər zadın hesabın aşkarlığı da saya gətirdik. Ya Rəsul, onlar üçün o şəhər əhalisindən ki, Peyğəmbərlər onların hidayəti üçün gəlmişlər, məsəl vırkinən. Vaxtı ki, biz 2 nəfər Peyğəmbər onların hidayəti üçün göndərdik, şəhər əhli onların hər ikisini təkzib etdilər. Biz o ikisini 3-cü Peyğəmbər ilə təqviyyət etdik və dedilər, biz sizin hidayətiniz üçün göndərilmişik. Əhali dedilər, siz bizim kimi bəşərdən artıq deyilsiniz və bağışlayan Allah bizə bir şey nazil eləməyib və siz yalandan səvay bir zat demirsiniz. Peyğəmbərlər dedilər, Pərverdigarımız yaxşı bilir ki, biz sizin hidayətiniz üçün göndərilmişik və bizim üçün Allahın əhkamını aşkar iblağ eləməkdən səvay ayrı təklif yoxdur. Əhali dedilər, biz sizin gəlməcinizi pis yola yorduq, pis fal vurduq, nə yağış yağır və nə məhsul ələ gəlir. Əgər bu işlər üzdən əl çəkməyəsiz və qeytməyəsiz, müsəlləmən sizi daşa basarıq və bizim tərəfdən sizə dərd artıran əzab yetişər. Peyğəmbərlər dedilər, sizin pis faal vurmağınız əgər mütəzəkkir olub və düşünəsiz, sizin özünüzlədir, bəli siz israfkar və təcavüz edən bir cəmaətsiz. Şəhrin uzaq yerindən bir kişi tələsən halda gəlib dedi, ey cəmaət, məndən eşidin, Allahın Peyğəmbərlərindən itaət edin. O kəsdən təbəyyət edin ki, sizdən risalət müjdə istəmir və onlar hidayət olublar və sizi haqq yoluna hidayət edirlər. Nə mənə olub ki, mən Allah ki, məni yoxdan xəlq edib, ibadət eləməyim. Bir surətdə ki, tamam məxluq və siz onun tərəfinə qeydərsiniz. Aya ondan sifay özüm üçün məbud ixtiyar edim ki, əgər bağışlayan Allah mənə zərər ziyan istəyir, məbudlərin şəfaəti zərər ziyanı məndən dəf eləməz və mənə nicat verə bilməz, onda mən vaqən azqınlıqdan qərar taparam. Əlbəttə, mən Peyğəmbərlərin pərverdigarına iman gətirdim, pəs eşidin və şahid olun, cəmaat o kişini tutub öldürdülər. O kişiyə deyildi, daxil ol cinən 5-də, o dedi, kaş mənim qovmim bilirdilər ki, pərverdigarım məni bağışladı və məni əziz-ü giramilərdən qərar verdi. Biz ondan sonra onun qovminə həlakına göydən qoşun göndərməcə və biz o işlər ötürü göydən məlakə göndərən deyilik. Onların həlakı göyün bircə şiddətli səsi ilə səvay deyil idi ki, hamısı həlak olub söndülər. Həsrət və pəşimanlıq olsun o azğın bəndələrə ki, heç Peyğəmbər onlar üçün gəlmədi, məgər onu məsxərə elədilər. Aya görmədilər ki, bundan qabaq nə qədər keçmiş qoğumlardan
küfrlərinə görə həlak elədik ki, heç kəs daha onlardan xəbər tutmur. Onların hamısı qiyamətdə dəstəcəmi bizim yanımızda hazır olacaqlar. Quru və ölmüş zəmilər onlar üçün dəlil və ibrətdir. Biz o yeri yağış suyu ilə diri elərik və o yerlərdən məhsul çıxardarıq ki, xəlq ondan təğziyə eləyə. Ondan xurma və üzüm bağları vücuda gətiririk və bulaqları cari elədik. Ta məxluq o bağların məhsulundan və öz əllərinin əmələ gətirdiyin qəzalardan təğziyə eləsinlər. Aya bu neymətlərin şükrünü gərək yerinə yetirməsinlər. Pak münezzəhdir o Allah icdəmi mövcudatı cüf yaratdı, yerdən çıxan göyərtilərin və məxluqun özlərindən və sair mövcudat ki bilmirlər və gecəni qaranlığı onlar üçün başqa dəlil və ibrətdir ki, əgər biz günüzü ondan alaq, onda bütün məxluq mütləq qaranlıqda qalarlar və gün təyin olunmuş məsirində dolanır. Budur qudrətli və bilici Allahın təqdiri. Və ayın dolanması təyin olunmuş mənzildə müqəddər elədik. Mənzilləri tey elənəndən sonra xurma putağı kimi nazik hilal qəddi kimi mənzilinə geysin. İmkanı yoxdur gün ayı yetişə və mümkün deyil gecə günüzü qabaqlasın. Onların hamısı fələkdə, keyhanda üzürlər. Onlar üçün dəlil ibrətdir ki, biz onların nəslin və babaların dolu gəmidə həml elədik və biz onlara gəmi mislində xəlq elədik ki, onlar səvar olalar. Əgər istəyək, onların hamısını qərq elərik və onlara üçün dağda yetişən və nicat verən tapılmaz. Məgər bizim rəhmətimiz onlara nicat verə və təyin olunmuş müddətə kimi həyat neymətindən bəhrə aparalar. Və onda onlara deyilər ki, gələcəyinizdən və keçmişinizdən qorxun və fikrində olun, ola ki, Allahın rəhmətindən qərar tapasınız. Pərverdigarın ayətindən heç ayə onlar üçün gəlmədi, məgər ondan üz döndərdilər və zamanı ki, onlara deyildi ki, Allah sizə verən ruzilərdən yoxsullara bağışlayın, kafirlər möminlərə dedilər, əgər Allah istəsəydi, özü onlara təam verərdi və siz aşkara zəlalətdəsiz. Və deyirlər, bu qiyamət vədəsi haçan olacaq və əgər siz düz deyirsiniz, onlar müntəzir deyirlər, məgər bizə səhiyyə şiddətli göy səsinə ki, onları qapısıya o halda ki, müxalif və xüsumət edirlər. O ləhzədə qadir olmazlar tövsiyə və sifariş edələr və fürsət tapmazlar xanəvadələrinə tərəf qeydələr. Və çün sur şeypurun ikinci dəfə çalınar, onda hamı qəbirlərdən qalxıb və pərverdigarın tərəfinə sürətlə gedərlər. Deyərlər, vay olsun bizə, kim bizi qəbirlərimizdən qalxızdı? Bu həmin bağışlayan Allahın vədəsi qiyamətdir və Peyğəmbərlər bizə doğru deyirdilər. Bu qiyam göyün bircə sehiyyə səsindən artıq olmaz və o zaman onların hamısının bizim yanımızda hazır olarlar. O gün kimsəyə bir zat zərrəcə zülm olmaz və siz öz əməllərinizdən səva, cəza o keyfər görməzsiniz. Əlbəttə, behişt əhli o gün şadlığa məşğul olarlar. Onlar özləri və həyat yoldaşları ağacların kölgəsində, təxtlər üstündə balışlar və yastıqlara dayanarlar. Onlar üçün həmə cürə meyvə yeməli və içməli və hər nə ki ürəkləri istəyələr hazır və amadədir. Rəhmədən və mehriban pərverdigarın tərəfindən onlara səlam deyərlər və xətab olar, ey günahkarlar, bugün yaxşı əməl sahiblərindən ayrılın. Ey Adəm oğladı, ya sizi ilə əhd eləmədim ki, şeytana ibadət və itaat eləməyin, əlbəttə o sizin aşkar düşmənüzdür və təkcə mənə ibadət edin ki, düz və müstəqim yol budur. Həqiqətdə şeytan sizin çoxunuzu zəlalətə saldı, bəs nə üçün aqilanə fikir eləmirsiniz? Bu həmin cəhənnəmdir ki, sizə vədə verildi, küfrlərinizə görə bugün cəhənnəmə daxil olun, o gün biz günahkarların ağzına sükut möhrü vurarıq və əlləri bizlə danışar və ayaqları elədici əməllərə şəhadət verər. Əgər biz iradə edək, onların gözlərini kör edərik, vaxtı bunlar yola düşərlər, haranı görə bilərlər. Əgər biz istəyək, onların oturduğu yerdə qiyafələrin təğyir verərik, onda qadir olmazlar gedələr və qadir olmazlar qeydələr. Biz hər kəsə uzun ömür verək, qocalığında xilqətindən əskitdik. Bəs nə üçün ağlana fikir eləmirsiniz? Nə biz Peyğəmbərə şeir öyrətmişik və nə şeir şairlik onun məqamına yaraşığı var. Bəlkə Qur'an nəsihət və təzəkkürdən sifayət deyil və Qur'an həqiqəti aydın bəyan edəndir. Ta huşdar verib və qorxuda o kəsi ki diridir, əhli imandır və kafirlərə əzabı lazım və hətm eləyəm.
Aya məxluq görmürlər ki, biz öz qudrətli əlimizlə dörd ayaqlı heyvanları onlar istifadələri üçün yaratdıq və məxluq olanlar sahib olublar. O heyvanları məxluq zəlil o mütiram elədik ta onlara səvar olsunlar və onlardan təğziyə eləsinlər və o heyvanlardan xəlq üçün çoxlu mənfəət və içməli vardır. Pəs nə üçün şükür eləmirlər? Şükür əvəzinə Allah Teala'dan səvay özlərinə başqa məbudlər tuturlar, ta məgər onlara köməkçilik eləyələr. O məbudlər qadir deyirlər müşriklərə köməkçilik edələr və müşriklər onlara üçün xidmət amadə olmuş qoşundular. Müşriklərin sözləri səni qəmgin eləməsin, müsəlləmən onlar hər nə ki gizlində ya aşkarda deyirlər, hamısını bilirik. Aya insan təvəccüh etmədi ki, biz onu nütfədən xəlq elədik və şükür əvəzinə aşkara düşmən oldu və bizim üçün cahilanə məsəl vurduğu halda ki, öz yaranışını unutmuşdu, dedi, kim bu çürümüş sümükləri bir daha dirildəcək. Decinən onu Allahi dirildər ki, əvvəl əmri də onu yoxdan vücuda gətirdi və Allah Teala yaranışı yaratmağa alimdir. O Allah ki, göy ağacdan sizə od fərahəm etdi və siz hər vaxt istərsiniz odu yandırsınız. Aya o Allah ki, göyləri və yeri yaratdı, onların tayin yarada bilməz, bəli yaradar. O bilici xalıqdır. Bundan qeyr deyil ki, vaxtı Allah Teala bir zadı yaratmağa iradə elədi. Əmri budur ki, deyər, mövcud ol və furi mövcud olar. Pak münezzəhdir Allah ki, hər zadın şahlığı və təsəllütü onun qudrətli əli iləndir və siz məxluq onun tərəfinə qeydərsiz. Səlavat.